رمضان 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 مرحبا يا رمضان. بسم الله الرحمن الرحيم. اللهم اجعلني فيه من المستغفرين واجعلني فيه من عبادك الصالحين القانتين واجعلني فيه من أوليائك المقربين برأفتك يا أرحم الراحمين. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ala abdil muayyad ve rasulil musaddad el mustafa'l emced habibi ilahil alemin ebil qasim Muhammed la siyema ibn ammihi Ali ibn Abi Talib ve evladihil ma'sumin hucecillah ve accelallahu teala fi ferec mevlana sahibel esri ve zaman. İnşallah ki Allah bu oruç namazları hamımızdan qəbul eləsin. İnşallah ki bu oruçluq ömrümüzün son oruçluğu olmasın. Peyğəmbərin Şəbaniyyə xütbəsindən danışdıq ki, buyurdu, şeytanın əl-ayağı bu ayda bağlıdır. Allahdan istəyin ki, oruçluqdan sonra sizə görə əl-ayağı açılmasın ki, bir də sizi istəyə yoldan azdıra. Şeytan haqqında Qur'anda yaxşı məlumat verilibdir. Onlardan biri budur ki, buyurur şeytanın haqqında xutuvat-ı şeytan. Şeytan çox tələsməz, belə deyil ki, istəyə bir gündə bir müsəlman insanı kafir eləyə. Bir dindarı elə günahlara duçar eləyə ki, heç kəs onu qəbul edə bilmir, ağla sığmır. Şeytanın bir işi budur, taktiki budur, xutuvat-ı şeytan. Yavaş-yavaş, addım-addım gedər, heç tələsmir. O qədər hövsələ ilə addım-addım hərəkət edir, ta bir insanı yoldan çıxasın. Mən bu haqda bir ayə oxuram, onun haqqında bir rivayət gəlib onu deyəm. Kəməsəli şeytan izqalə lil-insani kfur fələmmə kəfərə qalə inni bəri'un mink. Şeytan insanı gələr küfrə dəvət edər, əmr edər küfrə deyər, kafir ol günən. Həmin ki insan kafir oldu, şeytan deyər ki, mən səndən çəkinirəm, mən bəraət qazanıram. Öz günahını ki, istəyirdin kafir olmayasan. Bunun haqqında, bu ayənin haqqında bir rivayət nəql olunubdur İbn Əbbasidən ki, deyir, Bəni İsrailidə bir abid vardı, adı bir Sisa idi. O qədər bu insan ibadət eləmişdi, deməli bu dua edənlər duası qəbul olurdu. Hətta elə xəstələr gətirirlər bunun yadına ki, başqa yolundan dərman olmurdular. Gətirirlər bu dua elirdi və o xəstələr toxturdular, sağalırdılar onlar. Bu rivayətdə gəlibdi ki, bir neçə qardaşıdır, bunların bacıları xəstə idi. Bəzi zaman ağlı gedirdi, bir səfih insan kimin olurdu. Gətdilər bunun yanına, dedilər, sən dua eləyəsən, bunun xəstəliği yaxşı ola, toxtuya, sağ ola. Bu da dedi, olsun, mən səhər dua elərəm, qoyun qalsın, gedin, sonra dua elərəm. Qardaşlar, bu da bir abid bir insandır, buna güvəndilər. Qardaşlar bunu qoydular, getdilər, xutuvat-ı şeytan budur. Şeytan gəlir, hey bu insanın fikrinə, hey bunun elə bil qulağında danışır ki, bir dənə qadındır, olsun ağlı da düz işləməsə qadındır. Sən eləyə bilərsən bundan günah edəsən. Bu hey deyir, yox, mən istəmirəm günah edim. İllər boyu ibadət eləmişəm. Gedir, birazdan sonra yenidən gəlir bunun fikrində danışır elə bil, qulağına oxuyur. 2 dəfə, 3 dəfə, 4 dəfə. O qədər insanı vəsvəsə elir ta insan
o günahı ki Allah deyip en büyük günahlardan da insan o günahı eder. Ve o kadar bu abide geldi, şeytan danıştı, onun kulağına okudu. Ta bu iki rivayette gelipdi, yozeyyin, şeytan bu pis emeli, bu zina günahını bezedi. Yani bir iş gördü ki bu insan da onu çok pis görmesin, pis günah bilmesin onu. Şeytan təzyin elədi, yəni bəzədi bu insan üçün o günahı. Elə bir abid ki, dua edirdi, xəstəliyi gedirdi, toxturdu, sağlam olurdu. İndi bu abid günah elədi, zina günahına duçar oldu. Bir zaman özünə gəldi, gördü ki, elə günah edibdi ki, kimsə bilsə, nə qədər pis olacaq deyərlər, o abid bu günahı elədi. Necə bizim alimlər də deyibdi, rivayətlərimizdə də bu şeylər gəlibdi. İnsan bir yerdə bir günah edər. O günah səbəb olar ki, başqa günahlar da edər. İstəyirdi, desin ki, mən bu günahı eləməmişəm. Başlayır, yalan danışır, töhmət vurur, böhtan vurur. Ancaq istəyir ki, desin, mən bu günahı eləməmişəm. O günah səbəb oldu, ondan sonra yalan dedi, böhtan vurdu. Bir bu günahlara birinci günah səbəb oldu. Burada şeytan ki, xutuvat-ı şeytan yavaş-yavaş bu abidi yoldan azdırdı, günah elədi bu abid. İndi dedi ki, şeytan bunun qulağına oxuyur. Deyir ki, bilsələ sən bu günahı eləmişən, belə olar, elə olar. Sənin başqa bir yolun yoxdur, ancaq bunu öldürməlisən, dəfn edəsən. Və o qardaşlar gəldilər, bacıların soruşlar, deyilən ki, dua elədim, toxtadı, çıxdı, getdi. Bu insan bir dənə günah eləmişdi, zina eləmişdi. Zinadan sonra adam öldürdü, qətl elədi, birini öldürdü, apardı, onu dəfn elədi, bastırdı torpaq altında. Sonra şeytan bir insan şəklində getdi bu qardaşlarının birinin tərəfinə, dedi ki, o abid sizin bacısı öldürüb aparıb hansı yerdə, yerinlə müəyyən dedi, o filan yerdə onu dəfn edibdi. Siz gedəriz, sizə deyər, mən dua elədim, toxtadı, sağlam oldu. Amma sözünə inanmayın, gedin filan yeri qazın, bacızın cənazəsini orada görərsiniz. Deyir, belə oldu. Gəldi bir bu qardaşlara danışdı, gəldilər o abidin yanına. Abid dedi ki, belə mən dua elədim, çıxdı, getdi, dayı halı sağlamıdır. Şeytan bunlara demişti, bunlar getdilər filan yeri qazdılar, gördülər bacının cənazəsi orada. Hər hal o zaman bir hökmdar vardı, hökumət onun əlindəydi. Gəldilər, qardaşlar şikayət apardı, biz bacımızı gətirmişik, bu abi dua eləsin, xəstəliyi geçsin, sağlam olsun. Amma bu neçə günah eləyibdi da bir zina eləyibdi, qətl eləyibdi, bizə yalan deyibdi. Bütün bu şeylər bir dənə günaha görə. Qərara gəldi, o hakim hökm elədi ki, bu edam olunmalıdır. Bu abidi gərək assınlar, öldürsünlər, çünki qətl eləyibdi, adam öldürübdü. Təməssələləhu şeytan, o halda şeytan gəldi, bu abidin ip boynundan istəyirlər, bunu assınlar, edam eləsinlər. Şeytan bu abidə dedi, səni bu günə qoyan mənəm. Və əgər istəyirsən eləyə biləm, səni xilas edəm, nəcat verəm səni buradan, səni öldürməsinlər. Dedi, necə mənə nicat verərsən? Dedi, mənə səcdə eləgindən. Dedi, keyfə əscudullək. Dedi, görmürəm, mən indi bir ipindən istəyirlə assınlar, mən necə sənə səcdə eləyim? Dedi, onun yolunla deyərəm, sən mənə səcdə eləyən olsan, yolun sənə göstərirəm. Dedi, bir işarə ilə, bir kiplik vurgunən, bu niyyətindən ki, mən şeytana səcdə elirsən. Mən səni xilas elərəm buradan, nəcat verirəm sənə. فَأَوْمَأَ لَهُ بِالسُّجُودِ فَكَفَرَ بِاللّٰهِ. Şeytana bir işarə ilə səcdə eləndi. Kimsə şeytana səcdə eləsə Allaha kafir olubdu. Deyir, bu halda ki, şeytana səcdə elədi, bunun canı alındı, öldü. Şeytanın sözünə güvənmək olmaz. İpi çəkdilər yuxarı, bu getdi, bu öldü. Burada bu ayə deyilib nazil oldu ki, kəməsəli şeytan, şeytanın işinə bir baxın. İzqalə lil insan ekfur, insana deyər kafir ol günən.
Bir mümin dindar insana diyer. Kafir ol günen. Felemma kefere. Ve o insan da allanar şeytanın sözüne. Bakın mühim söz budur. O diğer o küfür kafir olur. Felemma kefere, bu da onun sözüne kulak asar. Bu da kafir olar. O haldaki kafir oldu. Gâle inni beri'un mink. Şeytan beraat kazanır. Diğer öz günahını ben dedim, sen niye kabul edin? Hörmətli müminler, çok mühim bir nüktədir ki bizim ayələrimizdə gəlibdi. Bizim rivayetlerimizde gəlibdi. Xutubat-ı şeytan. Şeytan yavaş yavaş insanı yoldan azdırar. Bir zamandır şeytan gelir bir uşağa deyir, atan, anan sənə bir sözdür, sən onların sözünə qulaq asma. Yavaş yavaş ata, anaya hürmet eden uşağıdır. Görürsünüz, yavaş yavaş ata, ananın sözünə qulaq asmır. Yavaş yavaş şeytan ona deyin ki, olsun, indiki sözlerine qulaq asmıran, onlar sənə bir sözdür, sən onların qabağında dur günən, deyinən, niyə mənlə belə danışırsınız, niyə mənə belə deyirsiniz? O da o mərtəbəni də keçib, bir yol deyir ki, ata ananın başına sən qışqıra bilərsən, onlarla savaşa bilərsən, onlarla sərt danışa bilərsən. Bütün bunları yavaş yavaş görürsünüz, ata analar bəzi zamanlar gəlib şikayət edir, deyir, mənim uşağım belə değildi, nə oldu belə oldu? Bakın, şeytan yavaş yavaş insanı yoldan azdırar. Bir dəfə insana deməzsən, atanla, ananla savaşarsan. Yok, yavaş yavaş insanı elə elən ki, insan ata anası bir söz deyəndə onun sözünə qulaq asmaz. Yavaş yavaş onlarla mübahisə aparar, yavaş yavaş savaşar. Şeytanın işi budur. Xutubat-ı şeytanın mənası budur. Və ya bu ki bir yerdə bir insan naməhrəmə baxır, naməhrəmlə bir yerdə tək olur. Şeytan yavaş yavaş bu insanı alladar. Rivayette vardı ki şeytan özü deyibdi. O zaman ki bir naməhrəm kişi ilə bir naməhrəm xanım bir yerdə tək olsalar, şeytan dedim, mən bunları tək buraxmaram. O qədər cəhd elərəm ta bunlar günah eləsinlər. Kimsə deməsin, mən özümdən güvənirəm, mən bilirəm, mən filan günah edən insan deyiləm. Olsun bir yerdə bir qadındır, bir kişidir. Bəlkə təkdirlər. Deyir, gördünüz bir yerdə təksiz, qapını açıq qoyun, qapını örtməyin. Şeytan mı? Şeytan an içibdir. Fəvə izzətikəllə oğviyənləhu məcməin. Allah'ın izzətinə an içibdir ki, insanları Allahsın. Mən demeyim ki, mən özümə güvənirəm, bilirəm, filan günahı eləmərəm. Şeytan neynir xutuvat-ı şeytan? Bir zaman çün naməhrəmidir, mən utanırdım ondan hər sözü danışım. Yavaş yavaş görürsünüz ki, birinci də bu dövrdə sosial medyada, bu messengerlərdə görürsünüz, biri-birinə yazışırlar. Orada ürək şəkili göndərir, bunu deməli üzbəüz deyə bilmirdi. Amma bu üzbəüz deyəməyən sözünü messengerdə yazır biləsinə. Yavaş yavaş görürsən, bunların arasında bir ünsiyyət yaranır. Yavaş yavaş üzbəüz danışanda da bəzi sözləri rahat danışırlar. Yetişir o yerə ki, necə şeytan o abidi yoldan azdırdı. Elə iş gördü ki, bir abid insan ki, duası qəbul olurdu, o Allah'a kafir oldu, şeytana səcdə eləndi. Həman şeytan görürsən ki, burada bir qadınla bir kişi ki, naməhrəmdilər. İlk öncə görsən iş biri-biri ilə danışa da bilmirlər, utanırdılar. Həyaları vardı. Amma şeytan yavaş yavaş bu həyanı elə pozdu. Birdən görürsən ki, bunlar elə günaha düçar oldular ki, özləri qalırlar, ilahi, ey aləmlərin Rəbbi, axı mən bu günahı edən insan deyildim, nə oldu? Niyə mən bu günahı elədim? Hələ yaxşısı o yerdədir ki, insan günahı edəndən sonra bu fikirləri edə. Şeytan bəzi zaman elə edər ki, dedi, zəyyənə ləhumuş şeytan. Şeytan elə iş görər ki, bu heç günahı edəndən sonra belə də fikr eləməyə ki, niyə mən bu işi gördüm? Həsrət də çəkməyə, zəyyənə ləhumuş şeytan. Elə biləsən bu işi də günah bilmir. Tabi adi bir iş olubdu. İndi biz elə dövrdə yaşayırıq ki, yeni dövrdə belə bir şeylər adi, normal bir şeydir. Bundan qorxaq, bundan gözləşək.
Və bu şey o zaman çox çətin olar bir insanı cəhənnəmə tərəf aparar ki, Əmirul Mümininidən bu rivayət nəql olunubdur. İnnə əksərə siyahı əhlin nar minət təsvif. Cəhənnəmdə olan insanların çoxunun həsrət çəkəndən nə söz deyərlər? Onların o dünyada cəhənnəmdə danışdığı söz nədir? Nəmə sözüdür ki, bunlar deyərlər, kaş o işi görməmiş olaydım. Minət təsvif. Təsvif bilirsiniz nəyə deyərlər? Bir termdir, ərəb sözündə bir term kimindir? Təsvif yəni bu ki, insan deyir, olsun, mən bu günahı eləyim, tez tövbə edərəm. Olsun, oruçluq gəlsin, tövbə edərəm. Məhərrəm ayı gəlsin, tövbə edərəm. Günaha insan yaxın olur, günahı da edir, bu fikrindən ki, tövbə edərəm. Şeytanın taktiklərindən biri budur. İnsanlar deyir ki, hələ tələsməsən, günahı eləginən, günahdan 5 dəqiqə, 1 dəqiqə sonra tövbə eləginən. Günahı etdin, tövbə yaddan çıxır, deyir, olsun da, namaz qıl, namaz qılanla tövbə edərən. Yenə də insan unudur. Deyir, olsun, hələ ömrüm bitməyibdir ki, oruçluq gələr, oruçda dua edərən, Allahdan istəyərən ki, sənin günahların bağışlasın, tövbə edərən. Oruçluq gəlib, günlər keçir, gedir, deyir, olsun, qəld gecələrində tövbə edərəm. Hörmətli müminlər, şeytanın bir taktiki budur. Şeytan hər bir zaman çalışar ki, yubandıra, insana deyə tələsmə, tövbəyə hələ vaxt var. Hələ cavansan, nə olubdur? Hələ sən ölüm ərəfəsində deyəsən ki, cavan bir insansan. İnsanı elə iş görər ki, tövbədən uzaq olsun, tövbəyə tərəf getməsin. İnsan ki, tövbədən fasilə açdı, görürsən ki, günah biri-birindən sonra gələr, o qədər günah edər, o qədər günah edər ki, da tövbə etmə bu insana çətin olar. Tövbə ərəb dilində insan tərcümə eləsə mənası geri qayıtmaqdır. Bilinir ki, mən ətubu ilallah deyirəm, yəni ilahi, mən səndən fasilə aşmışdım, indi bir də qaydıram sənə tərəf, geri qaydıram, o fasilə aşmışım, indi bilirəm səhv etmişəm. İnsan bir zamanla Allah'dan bir addım fasilə açıbdır. Bir addım insan rahat geri qayıda bilər. Bir zaman olur 2 addım, 3 addım, 10 addım. Bir zaman olur o qədər insan Allah'tan fasilə açıbdır. Da bir də bu uzun yolu geri qayıtmaq çox çətindir. Bundan insan diqqətli olmalıdır. Bu ki şeytan deyir təsvif, insana deyərəm tələsməginən, hələ vaxt var tövbə etməğa. O qədər yubandırar insan, hey günah üstə, günah üstə. O qədər günahlar edər ki, Əmirul Müminin bir rivayətdə buyurur, bəzi insanlar rəzəqəhut tövbə etmək onlara ruzi olar, bəzi insanlara ruzi olmaz. Ölər gedər, tövbəsiz ölər. Nə qədər insanlar, Əmirul Müminin rivayətidir, onların fikri bu idi ki, olsun tövbə edərəm, hələ vaxt vardır, hələ cavanam. Hələ çox mənim ömrümün çox hissəsi qalıbdır. Niyə tələsim tövbə etmək? Hələ ləzzət alım bu dünyadan tövbə edərəm. Əmirul Müminin buyurur, nə qədər bu insanlardan ki, tövbə onlara ruzi olmadı. Öldülə, getdilə o dünyaya. Cəhənnəmə duçar olurlar bu insanlar. İstəyirlə həsrət çəksinlər. Həsrət çəkənlər nə deyirlər? Deyirlər, kaş bugün sabah eləməydik. Kaş o vaxtda ki günah elədim, eyni zamanda tövbə edeydim. Kaş şeytana tabi olmayaydım. Diqqət eləmədim, bilmədim bu söz ki, hələ vaxt var, hələ cavanam, hələ ömrümün çox hissəsi qalıbdır. Olsun, oruçluq üzbəüz gəlir bizindən. Oruçluq yetişər, tövbə edərəm, deyir, bilmirdim ki, bu sözlərin hamısı şeytandan kök alırdı. Bilmirdim ki, bu sözləri mənə deyən hamısı şeytanıdır. Mən də şeytanın bu sözlərinə tabi oldum və nə qədər zəmin yaranmışdı, tövbə edəm, bütün bunları əldən verdim. Nə qədər zəmin yarandı, mən bir də Allaha yaxın gedəm. Amma bütün bu zəmin yarandı, nə qədər yerlərdə oldum, mauizə məclisində oldum, özümə gəldim, istəyirdim, tövbə edim. Bütün bunları əldən verdim mən. İnsan olar o zaman ki, ölüm gələr gözünün qabağında, Əmirul Müminin buyurur, ölüm istəyir bu insanın canını alsın, birinci dil işdən düşər. İnnehu lebeynə əhlih,
ailəsi, bunun qohumu, əqrəbası, bunun dövründə yığışıblar. Bu insan istəyir can versin. Dil day işləmir, danışa bilmir, amma görür. O mələklər ki, bu insanın günahlarını yazıbdır, bu insanın gəlib canını alsın, Əzrail gəlib bunları görür, amma danışa bilmir, dərdini deyə bilmir. İnsanlar, mən inanmırdım bu tezliyə öləm, amma görürəm Əzrail gəlib mənim canımı alsın. Danışa bilmir, kaş danışa bilseydi deyərdi ki, kaş sizlər bu işi görməyəsiniz. Mən səhv eləndim, allandım, kaş siz səhv eləməyəsiniz. Bəlkə bəzi hörmətli möminlər görmüş olalar, mühtəzir deyərlər, o insan ki ölüm halındadır. O ərəfədədir ki can bədəndən çıxır. Bu insan baxır, gözünü bir dolandırır, bu yana o yana baxır. Elə bil göğlü istir danışsın, amma danışa bilmir. Əmirul müminin buyurur, ihtizar halındadır. Səkerat-ı mevtu da deyilir. Səkerat-ı mevt o haldır ki, insan yavaş-yavaş elə bil bu dünyadan da əl üzəcəkdir. İnsan fikirləşər ki, hansı yolda ömrünü qoydu? Aya tövbə etdi, eləmədi. Dünya malını topladı, yığdı. Halal yoldan yığdı, yoxsa halal haramı qatdı, biri-birinə yığdı. Bir o haldadır ki, insan bir şeyə deməli bəlkə çox fikr edir. Kaş tövbə etmiş olaydım. Düzdür, məsum deyiləm. Məsum olmayan insan bəzi yerlərdə günah edər ki, əlbəttə diqqətli olsa onlarda da günah etməz. Amma insan o halda buna fikr edir. Kaş ən azı tövbə etmiş olaydım, günah etdim, amma pak dünyadan gedeydim. Bu qədər günahından Əzrail gəldi canımı alsın. Heç inanmırdım bu tezliyə mənim əcəlim yetişə ki o dünyaya gedəm. Amma kullu nəfsin zaiqətul mevt. Bütün insanlar öləcəklər. Kimsə bu dünyada qalmayacaq. Nə yaxşı olar ki insan tövbə əhli olar. Allah da sevir tövbə edənləri. İnnəllâhe yuhibbut təvvâmin. Oruçluq ayıdır. Ən gözəl vaxtı tövbə etməğa. Əlbəttə bu sözün mənası bu deyil ki, oruçluq olmayan vaxtda insan günah etdi deyə ki, oruçluq yoxdur, mən qalar oruçda tövbə edirəm. Hər bir zamanda insan günah elədi, tez tövbə etsin. Amma indi Allahın lütfüdür, biz oruçluq ayını dərk eləmişik. Nə qədər insanlar oruçluq ayını dərk edə bilmədilər. Onlar da deyirlər, bəlkə oruçluq ayın gəldi, tövbə etdik, amma yetişmədi, ömrüləri yetişmədi oruçluğa. Oruçluq gələndən əvvəl onlar öldülər. İndi biz oruçluq ayındayıq, Allah'a min mərtəbə şükür olsun. Tövbə etməğa daha gözəl bir vaxtı insan eləyə bilər, tövbə edə. Zəmin yananıbdır. Oruçluq ayında biz Allah qarşısında durub günahlarımıza görə tövbə edək. Allahdan istəyək ki, bizim günahlarımızı bağışlasın. İnşallah ki, ümidimiz də budur ki, bu gözəl ayda insan tövbə edir. İnşallah Allah onun günahlarını bağışlar. Hörmətli müminlər, bugün sabah eləməyək. İndi vaxtıdır. Kimsə bu videonu bəlkə görür, bu xutbəni görür. Hələ bu sözü eşitdik, o halda Allahdan istəyək. İlahi, ey aləmlərin Rəbbi, mən səndən istəyirəm bu gözəl günlərdə, bu gözəl ayda mənim günahlarımı bağışlayasən. Həqiqi tövbə edək. Da bir də o günaha fikir etməyək. O günaha yaxın getməyək inşallah ki, Allah bizlərin günahlarımızı bağışlar. Və biz də oluq o tövbə edən insanlardan ki, Quran ayəsində buyurdu, İnnəllâhe yuhibbut təvvabin. Allah necə tövbə edənləri sevər. Bir rivayət oxuyuram, sözümü qutaram bu rivayətdən sonra. Əbu Həmzi Somali nəql edir ki, bir yerdə bir cəzirə kimidir, o yan-bir-yan dənizli aralığında bir quruluq var. Orada bir çox lotu bir insan yaşayırdı, yol kəsən idi. Bir gəmi deməli sındı, o gəmidə olanlar düşdülər dənizə, orada bir qadın nəcat tapdı. Deyir, özünü gətdi bu quruluğa, bir an baxdı, gördü ki, bir yol kəsən başının üstündədir. Bu yol kəsən bu rivayətdə gəlib, dünyada nə günah var idi, bu insan o günahı eləmişdi, o günaha düçar olmuşdu.
Bu kadın değil, bir an gördüm başımın üstünde belə bir insandı. O insan istəyir günah eləsin. Orada başka bir insan elə bil yaşamır. Tek bu lotu bir insanlı, yol kesenli bir kadınla orada. Deyir, istərdi bu günahı başlasın, günah eləsin, zina günahını eləsin. Deyir, birdən gördü ki, bu qadın əl-ayağı əsir. Bu qadına sual verdi, niyə belə qorxusan, niyə əsirsən, niyə titriyirsən? Bu günə qədər elə bil bu günahı eləməmişən. Qorxusan, dedi, qorxuram. Əvmə əbiyyədihi ilə-səma, bir əli ilə işarə elədi göyə. Dedi, o Allahdan qorxuram, mən bu günahı eləməmişəm, səndən qorxmuram, Allahdan çox qorxuram. Ki, əgər mənim o əməllərimin məktubunda yazarlar ki, bu qadınla zina eləyibdi, mən o Allaha nə cavabı verim? Deyir, bu yol kəsən birdən özünə gəldi. Qadının bu sözü bu insanla təsir elədi. Bu birdən özünə gəldi. Dedi, sən bu günə qədər bu günahı eləməmişən Allahdan qorxuram. Mən gərək Allahdan qorxaydım. Mən niyə Allahdan qorxmuram? Bu da günah eləmədi. O qadını tək buraxdı, gəldi bir tərəfə, başladı, ağladı. İlahi. Bir nəfər bir söz dedi, onun sözü mənə təsir elədi. Bu insan tövbə elədi, həqiqətən tövbə elədi. İnnəllâhə yuhibbut təvvabin. Bəni İsrail'in abidlərindən biri gəldi. İstəyirdi bu insanla yaxından tanış olsun elə bil. Danışdılar, hər hal bir yol gedirdilər. Orada bir hadisə baş verdi. Mən istəmirəm, vaxtım geçibdi çox. Bu hədisi deməli ətraflı hər bir xırdalıqlarını danışam. Ancaq orada vardı ki, Allah bir lütf elədi bu tövbə edənin haqqında. Ki o abidin haqqında eləmədi. Orada abid bildi ki, bu tövbə edibdi, Allah necə bunu çox istəyir. Allah necə bu insanı sevir. Ki bunun haqqında elə lütf elədi ki, o abidin haqqında o lütfü eləmədi. Hörmətli möminlər, həqiqətən belədir. Həqiqətən belədir. Allah tövbə edəni sevir. Bizdən asılıdır. Əgər tövbə etsək, innəllâhə yuhibbut təvvabin. Allah bizi də sevər. Allah birini sevdi, ona lütf elər. Allah ona elə kəramətlər elər ki, bəlkə başqalarının haqqında eləməyibdi. İnşallah ki, bu ayda hamımız tövbə edən insanlardan olaq və Allah inşallah bizlərin tövbəmizi qəbul etsin və əgər taib bir insan olmuş olsaq, tövbə edən insan olmuş olsaq, inşallah ki, Allah da bizləri sevər. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.